Ayın 8-də atam rəhmətə gedib, 8-də dəfn eləmişik. Ölümümüzü ziyarət edə bilmirik. Ya gərək kimlərinsə qəbirlərinin üstündən hoppana gələk. Qadın xeylağı necə gəlsin ziyarət eləsin qəbrini? Son günlər paytaxt ərazisinə yağan aramsız yağışlardan sonra Mehdiyabad qəbirstanlığının bir hissəsindəki gördüyümüz mənzərə heç də ürək açan deyil. Ərazidə ondan çox qəbir tamamilə suyun altında qalıb. Bu isə qəbirstanlığa həm dəfn üçün, həm də ziyarət üçün üst tutan sakinlərin haqlı narahatlığına səbəb olub. Ziyarətçilər bildirirlər ki, bir neçə gün əvvəl qəbirstanlıqda vəziyyət daha acınacaqlı idi. Ötən günlərdən etibarən havanın nisbətən günəşli keçməsi isə suyun səviyyəsini qismən azaldıb. Bax, mən deyiləm sizsiz. Bir dənə zəhmət olmasa, görün, keçib qəbrinizi ziyarət edə bilərsiniz. Bax, hardan keçək? Lotka gətirək, lotka ilə mi keçək? Vertolyot gətirək, vertolyotla mı hopanaq içinə? Hardan keçək? 3 gündür mən gəlib burada yalvarıram ki, bir texnika gətirin, bu suyu çəkin. Heç kimin vecinə deyil. Yağışdır, Allah'ın işidir, yağılıbdır, amma bunun bir yolu var. Qazılmalıdır, hardansa suyun bir yolu olmalıdır, çıxışı ki, bizə gəlib qəbirlərimizi ziyarət edə bilək. Mən deyərəm ki, baxın, buradakı bu aşağıki hissədəki bütün qəbirlər, bəlkə bir 100-dən çox qəbir suyun içindədir. Bu belə ola bilməz axı. Mehdiyabad Bələdiyyəsindən bildirildi ki, problemin həlli istiqamətində artıq işlərə başlanılıb. Texnika ilə qazılan kanallar vasitəsilə suyun ərazidən tamamilə kənarlaşdırılması planlaşdırılır. Bizim də müəyyən yerlərdə su basmalarımız olub. Biz amma həmən vaxtları biz heç dayanmadan tədbirlərimizi görürük. Qabaqlayıcı tədbirlərimiz də var idi. İndi də əsasən qəbirstanlığın alt hissəsinə biraz su yığışmışdı. Biz əhalinin şikayətini nəzərə alaraq, yəqin ki, mövcud vəziyyəti görürsünüz, kanallarımızı açırıq. Bu iş axıra çatana qədər əhalinin, bütün insanların narazılığı aradan götürülənə qədər biz davam edəcəyik bu işlərə. Qeyd edək ki, Mehdiyabad qəsəbəsi ərazisində 2 qəbirstanlıq var. Ərazi olaraq bura daha geniş olduğu üçün qəsəbə sakinlərinin əksəriyyəti də dəfn üçün məhz bura üst tutur. Vurğun Mədətov, İbrahim Yusifli, İTV Xəbər.